Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Selamun aleyküm. Hər vaxtınız xeyir olsun inşallah. Gözəl günlərin, gözəl gecələrin yaşayırıq. Yəni bu ilin ən gözəl günü oldu həmən Ramazan ayı və Ramazan ayının ən gözəl günləri, Qədr gecələridir. Biz bu günləri yaşayırıq. Allah Teala'dan arzumuz budur ki, inşallah bu gecələrdə elədiyimiz əməllər bizdən qəbul etsin və bu gecənin şəhidi olan, bu gecələrin şəhidi olan Həzrət Əleyhisselamın şəfaətini halımıza inşallah şamil eləsin və hər kəs əvvəldən və sonradan və gələcəkdə də hər kəs Əhl-i Beyt əleyhissalamla, Həzrət Əli əleyhissalamla düşmənçilik edir. Allah Teala onların inşallah aqibətini düzəx eləsin və heç vaxt lütf nəzərini onlara nəzər salmasın. Bizim bəhslərimiz var idi ailə mühitində, uşaqların tərbiyəsi mövzusunda. Yenə də əvvəlki bəhsimizi davam edirik. Yenə də əvvəlki bəhslərdə olduğu kimi qabaqki mövzularımızda, qabaqki sözlərimizdə, danışıqlarımızda olan əsas kəlmələrə işarə edirik. Dedik ki, mövzumuz tərbiyə mövzusudur. Ailə mühitində uşaqları tərbiyə eləmək. Dedik, tərbiyə budur ki, bir şəxslərə danışıq və rəftar qaydası öyrətməkdir ki, ömrünün hər anda ondan istifadə edir. Sonra dedik ki, insan müxtəlif mühitlərdə tərbiyələnir və böyüyür, inkişaf edir, onun fikri və danışığı və rəftarı formalaşır. Onlardan deyik, birincisi ailə mühitidir ki, şiddətli məhəbbət var bu mühitdə və ən çox rəftar və danışıq qaydaları bu mühitdə öyrənilir və ələ gəlir. Ondan sonra deyir ki, valideynlər 3 yolla görünüş və eşitdirmək və rəftar yoluna uşaqlarını tərbiyə edirlər. Bundan qabaqki bəhsimizdə biz həya bəhsi barəsində danışdıq. Dedik ki, insan doğulandan fitrətən həyalı doğulur. Fitrətən həyalı doğulur və insan içərisində həya nədir? Bəs insanın içərisində olan bir dənə hissdir ki, dedik ki, əgər müəllifdir, əgər biz bunu sadə dillə əgər istəsək izah eləyək, dedik ki, həya ruhun örtüyüdür. Bəli, və dedik ki, həya, yəni hər bir insanı heyvandan fərqləndirən xüsusiyyətdir. Və bu mövzuda Həzrət Peyğəmbər sallallahu hədislə nəqilləri dedik ki, həm ammə, həm xasə, yəni əhl-i sünnədə, hətta əhl-i şiədə hər ikisi nəql edir. Bunu ki, Peyğəmbər sallallahu deyir ki, Peyğəmbərlərin insanlar arasında qoyub getdiyi şeylər hamısı unudulub. Bir dənə bu söz yaddan çıxmayıb ki, şəxsin əgər həyası olmasa hər bir şeyə müntəşib olar. Və Həzrət Əleyhisselamın burada həya mövzusunda bir dənə hədis nəql edir ki, Həzrət Əleyhisselam buyurdu ki, həya insanın pis işlərə mürtəkib olmaqdan saxlayan bir dənə xüsusiyyətdir. Bu qabaqki bəhsdə bunun barəsində danışdıq. Bugünkü bəhsimiz nədir? Bugünkü bəhsimiz ayələr üzərindədir. Quran ayələri üzərindədir və Quran ayələrində Allahın həyaya nisbətdə işarələri üzərindədir ki, çox incə və doğrudan da çox dəqiq bir məsələlər üzərində bəhs edir. Yəni qabaqki bəhslərimiz alimlərin, əxlaq alimlərinin, müəllifin sözü var idi və hədislərdən istifadə edirdi və digər məsələlərdən istifadə edirdi. Bu bəhsdə isə sırf Quran ayələri üzərindəki Allah Taala'nın incə bir məqama işarə eləməsi barəsində. Əvvəl ayəni oxuyub tərcümə edəcəyik. Ondan sonra inşallah bunun hissələri barəsində bəhs edəcəyik. Çünki bəhsimiz əlbəttə çox uzun olmayacaq. Kitabda bu bəhs uzun olduğuna görə 2 hissəyə ayırın ki, qalanını da inşallah gələn dəfə bəhs edərik və çəkərik və yerləşdiririk Allahın izni ilə. Bəhsdə deməli hansı ayə üzərindədir? Nur surəsinin 58-59-cu ayəsi üzərindədir ki, Allah Teala orada buyurur ki, Bismillahirrahmanirrahim. Ya eyyuhəl-ləzina amanu. Ey iman gətirənlər. Liyestəzinkumul-ləzina mələkət eymanukum vəl-ləzina ləm yəbluğul huluma minkum. 3 mərrat. Buyurur ki, ey iman gətirənlər. Sizin sahib olduğunuz şəxslər. İndi qul ola bilər, istəyir ola bilər bu şəxslər və yaxud da sizin özünüzdən, öz uşaqlarınız ki var, məsələn, hələ ki buluq yaşına çatmayıblar, hulum yaşına çatmayıblar, 3 yerdə icazə alsınlar. Harada ora 3 yer? Buyurur ki, sübh namazından qabaq. İndi ayənin mənası sonra indi biz ayəni məna edirik və bundan sonra inşallah bunun barəsində bəhs edəcək ki, nə deməkdir? Deyir ki, sübh namazından qabaq, yəni sizin qullarınız və kənizləriniz və həmçinin baliq yaşına, buluq yaşına çatmamış uşaqlarınız sizdən otağınıza daxil olanda 3 yerdə, 3 vaxtda sizdən icazə alsınlar. Birincisi hansı vaxtdır? Buyurur ki, sübh namazından qabaq. İkinci hansı vaxtdır? Buyurur ki, وَحِينَ تَدَعُونَ ثِيَابَكُمْ مِنَ الظَّهِيرِ. Zöhr əzanı vaxtı, zöhr vaxtı.
ki, neyinirsiniz, paltarınızın bir hissəsini bədəndən azaldırsınız. Bu vaxt uşaqları sizdən icazə alsınlar. Və həmçinin eşya namazından sonra, bizim axırıncı 5-ci namazımız ki var, ondan sonra uşaqlarınız otağınıza daxil olanda sizdən icazə alsınlar. Buyurur ki, sələsu əvratin ləkum. Bu 3 vaxt sizin xəlvət vaxtınızdır. Xəlvət vaxtınızdır, indi qabaqda bəhs edəcək demək. Sonra buyurur ki, leysə aleykum və la aleyhim cünahun ba'dəhünnə təvvafun aleykum ba'dukum alə ba'd. Deyir, bu 3 vaxtdan ayrı vaxtlarda nə sizə, nə onlara heç bir günah yoxdur ki, icazəsiz sizin yanınıza daxil olurlar. Sonra buyurur ki, kəzalikə yubeyyinullahu lekumul ayat. Allah öz ayələrini sizə beləncə bəyan edir. Vallahu alimun hakim. Allah çox bilən və həkim Allahdır. Ondan sonra ardınca buyurur ki, və izə bələğəl ətval minkumul huluma fəlyəstədinu kəməstəəzənəllədinə min qablihim. Buyurur ki, uşaqları baliğ yaşına çatdılar. Belə deyək ki, ağı qaradan ayıra bilir bizim sizdən desək. Yəni, pisi yaxşıdan ayıra bilir. Onda nə edəcəklər? Onda sizdən icazə alacaqlar. Necə ki, onlardan qabaqçı insanlar. Yəni onlarla ayrıları arasında artıq fərq yoxdur. Gərəkdir ki, onlar artıq hər vaxt otağa daxil olurlar. Gərək neynəsinlər? İcazə alsınlar valideynlərdən. Niyə icazə alsın? Qabaqda bəhs edir. Sonra buyurur ki, kəzalikə yubeyyinullahu lekum ayatih. Allah öz ayələrini sizin üçün belə bəyan edir. Vallahu alimun hakim. Yenə də təkrar edir ki, Allah Teala bilən və həkimdir, həkim Allahdır. Mən ayəni tərcümə elədim də ki, mənası nə idi? Niyə Allah Teala bu ayəni bu cür gətirir? Hansı bəhs var? Bizim bəhsimiz nə idi? Bizim mövzumuz ailə mühitində uşaqların tərbiyəsidir. Axırıncı bəhsimiz də həya bəhsi. Bu ayənin bizim bəhsimizlə hansı əlaqəsi var indi? Biz burada onu deməli asacaq və müəllifin dediyinə əsasən asacaq və bəyan edəcək. Buyurur ki, bu ayə-i şərifədə, Allahın bu ayəsində ailə mühitində həyanı riayət eləmək mövzusunda çoxlu mətləblər işarə olunur. Bir neçə mətləbə işarə olunur ki, onlardan biz bərisini burada getiririk. Birincisi nədir? Birincisi budur ki, 3 növbədə, 3 halda, 3 vaxtda uşaqlar ki, istəyirlər valideynlərinin otağına daxil olsunlar, neynəməlilər? Gərək icazə alsınlar. Allah Teala burada buyurur ki, niyə Allah Teala bundan qabaqki ayələr də var da, umumi ayələr var idi ki, bundan qabaq təqribən biz deyə bilərik dəqiqə məsələn 27-ci ayəsində, Nur surəsinin 27-ci ayəsində Allah Teala buyurur ki, ya eyyuhellezine amenu, ey iman gətirənlər, la tədxulu buyutan ghayra buyutikum. Bir öz otağınızdan, buyut burada ev mənasında götürmək olur. Ərəb dilində bir dar var, bir də var beyt var. Amma müəllif deyir ki, burada, çünki bundan qabaqki ayələrdə beyt, otaq mənasına gəldiyinə görə, burada da beyt, otaq mənasındadır. Xulasa, ev mənasında, ya otaq mənasında buyurur ki, ya evlərinizə ki, sizin öz evinizdir, orada daxil olun, ya da otaq ki, məsələn, sizin otağınızdır, orada daxil olmayın. Haçana qədər, hətta təstənisu və tusallimu alə əhliha. O vaxta qədər ki, ta ev əhlini bir dənə xəbərdarlıq eləyəsiniz ev əhlinə və həmçinin onlara salam verəsiniz. Deyir ki, zalikə xayrun ləkum ləalləkum tədəkkərun. Bu sizin üçün daha yaxşıdır, bəlkə düşünəsiniz, bəlkə biləsiniz. Bu ayədə nə edir? Allah Teala əvvəldə dediyim kimi Allah Teala buyurur ki, bir evə daxil olmamışdan qabaq icazə əldə edirsiniz ki, özünüzdən başqasının evinə daxilləşirsiniz. Və daxil olduğunuz nə edəsiniz? Gərək əhlin xəbərdar eləyəsiniz. Necə gəldi otağa və salam verəsiniz, onlar özlərini hazırlayarlar və otağa necə gəldi, baş aşağı məsələn xəbərdarlıq eləmədən, ev əhlinin xəbəri olmadan otağa eləncəyə daxil olmayın. Sonra buyurur ki, sonraki ayədə Allah Teala Nur surəsinin 28-ci ayəsində buyurur ki, فَاِنْ لَمْ تَجِدُوا فِيهَا أَحَدًا. Yəni, xəbərdarlıq eləmək istədi ev əhlin və sonra salam verin, xəbər gəlmədi. Deyir, orada kimisə tapmadın. فَلَا تَدْخُلُوهَا. O evlərə, yaxud da o otaqlara daxil olmayın. Haçana qədər, hətta yu'zənə ləkum. Sizə icazə verilənə qədər. İndi biz burada bunların üstündə bəhslərimiz var. Və qurur ki, وَاِنْ قِيلَ لَكُمْ اِرْجِعُوا فَرْجِعُوا. Əgər sizə deyilir ki, qaydın, yəni biz icazə vermirsiniz, bizim evimizə daxillasınız, onda qaydın. Niyə? هُوَ əzkə ləkum. Qaydmağınız sizin üçün daha yaxşıdır. Vallahu bimə tə'mədunə alim. Allah sizin əməllərinizi biləndir. Hətta Peyğəmbər sallallahu aleyh özü bu Allahın bu dəsturuna hamdan çox əməl edir. Hətta bir dənə qızı ki, Həzrət Fatimə sallallahu aleyh idi, onun evinə gələndə əvvəl deyir, qapının ağzına dayanırdı və ev əhlinə salam verirdi.
qapının ağzından ev əhlinə salam verir ki, Əssəlamu aleykum ya əhl-i beytin nübüvvə. Ey nübüvvət ailəsinin əhli salam olsun. Yəni peyğəmbərin ailəsi sizə salam olsun. Bunu deyirdi. Əgər icazə versəydilər, peyğəmbər daxil olurdu içəri. Əgər icazə verməsəydi 3 dəfə təkrar. İcazə verməsəydi qayıdıb çıxıb gedirdi. Yəni səs gəlmədi, səda gəlmədi, peyğəmbər sallallahu qayıdıb çıxıb gedirdi. Əgər icazə versəydi, peyğəmbər sallallahu daxil olardı. Burada sual yarana bilər əlbəttə. İndi bir dənə bəhsdir. Buyurur ki, ayə balıq şəxslərə aiddir. Yəni Quran ayələri balıq şəxslərə, böyük şəxslərə aiddir. Ey iman gətirənlər, özü evinizdən başqa evlərə daxil olmayın. Və bunun uşaqlarla nə əlaqəsi var? Bizim uşaqlarımız hələ o qədər böyüməyiblər ki, Quran ayələri bunlara xitab olunsun. Və yaxud da başqa bir sual da yarana bilər ki, bizim uşaqlarımız, balıq olmayan uşaqlarımız, buluq yaşına çatmamış uşaqlarımız, balaca uşaqlarımız niyə bizim yanımıza gələndə icazə alsınlar? Özdə üstünə müəyyən vaxtla. Nə səbəbə bu icazə lazımdır? Burada ayənin özü başlayır yavaş-yavaş bunu bizim üçün izah eləməyə. Yəni bu ayədə biz məna elədik, incə məqamlar var ki, müəllif onlar bizim üçün açıb tökür ki, nə deyir? Bunlar lazımdır. Yəni ayə nə buyurdu? Buyurdu ki, sizin o uşaqlarınız, bilir ki, qullar və kənizlər bilir ki, ayrıdır. Amma uşaqlarınız, öz uşaqlarınız otağınıza daxilini gərək sizdən icazə alsın 3 vaxtda. Hətta o uşaqları ki, məsələn, hələ buluq yaşına çatmayıblar. Səbəb nədir? Buyurur ki, siz uşaqlarınızı nə öyrədəsiniz burada? Bizim bəhsimizə ayə buradan əlaqəlidir. Bu izahdan sonra bizim bəhsimizlə əlaqəli olur bu ayənin bu hissəsi. Yəni nə? Yəni siz gərək uşaqlarınıza rəftar qaydalarını öyrədəsiniz. Hansı rəftar? Necə rəftar? Buyurur ki, bəli, səxtdir, çətindir. Olduqca çətindir. Çətin bir məsələdir. Yəni uşaqlar balacadır. Otağa girib çıxmaq məsələsindən gərək əvvəldən ona, əlbəttə uşaq tərbiyə eləmək biraz səbr istəyir. Çünki balaca uşağa bir şey öyrətmək biraz çətinlik var. Amma öyrədilir tamamdır. Ayə öz səbəbi ilə izah edir. Niyə uşaqlar valideynlərin otağına daxil icazə almalıdır? Buyurur ki, çünki məsələn hansı vaxtlar dedi? Dedi sübh namazından qabaq, zöhr əzanı vaxtı və həmçinin nə vaxtı? İşa namazından, yəni axırıncı namazdan sonra. Niyə görə? Biz bunu başa düşmək üçün bizə əvvəl zöhr əzanı vaxtı və ya da zöhr vaxtı izah eləyir və ondan sonra o birisləri bizə onun bəyanı, o bəyandan sonra aydın olur bizə. Nədir o? Deyir ki, ərəblər, məsələn, Hicaz ərəbləri və yaxud da başqa hər yerdə fərqi yoxdur. Hər yerdə ki, məsələn, bu istidir, günortalar isti olur. Hicaz ərəbləri günorta vaxtı işdən qayıdardılar. Hava soyuq olurdu deyə, daha doğrusu hava isti olurdu deyə, bunlar libaslarla, əynindəki libaslarla yarısını çıxartırdılar. Tam üryan olmayırdılar, lüt olmayırdılar. Amma bir hissəsini çıxartırdılar. Məsələn, bədənin bir hissəsi görükür kişilərdə. Buyurur ki, Allah Taala burada əmrlədi ki, yarı çılpaqlar da bunlar. Bu vaxtda uşaqlarınız nə etsin? İcazə alsınlar. Niyə? Uşaqlarınız, yəni bunun mənası budur ki, uşaqlarınız icazə alsınlar, yəni əynizə paltar geyin. Uşaqlar sizi, hətta yarı üryan, yarı belə libassız, paltarsız sizi görməyələr. Çox incə nöqtə. Mümkündür ki, indiyə qədər bu videoya baxanlar, mümkündür indiyə qədər bu şeyləri eşitmirlər. Və yaxud da biliblər, çox diqqət eləməyiblər, əhəmiyyət verməyiblər, amma Allah Taala əhəmiyyət vermir bu məsələyə. Diqqət edin. Buyurur ki, uşaqlarınız icazə alsınlar, yəni nə? Yəni onlara icazə verilməmişdən qabaq valideyn əgər yarı çılpaqsa əyninə paltar salsın. Əyninə paltar salsın. Ki, uşaqlar gəlsələr, siz yarı çılpaq görsələr nə olacaq? Uşaqların həya pərdəsi yırtılacaq. Artıq adiləşəcək. Çox. Yəni Allah deyən şəxsi tərbiyə eləmək çox zəhməti vardır. Amma gözəl də nəticələri var. Çətindir, amma mahaldır. Bir şəxs təlaş eləsə, əvvəldən bu yolu geçsə, heç bir çətinlik yoxdur. Buyurur ki, bu ki bizə aydın oldu ki, Hicaz ərəbləri hava isti olduğuna görə qayıdardılar evlərinə və uşaqlar onu çılpaq görməsin deyə, yarı çılpaq görməsin deyə Allah Taala deyir, uşaqlar icazə alsınlar. Başqa yerdə diqqət edin. Allah Taala uşaqlara demir ki, namaz qılın. Buluq yaşına çatmayana qədər Allah Taala uşaqlara demir ki, namaz qılın, oruç tutun, ya həccə yürüyün, ya digər işlər. Amma bu məsələ həya məsələsidir. Necə ki, Allah Taala başqalarının abrını qorumaq mövzusunda deyir ki, başqalarının qeybətini eləməyin. Çünki həya mövzusu da abr mövzusudur. Hətta Allah Taala burada uşaqlara buyurur ki, uşaqlar gərək icazə alsınlar.
Yəni uşaqlar, valideynlər uşaqları ki, bu ayəni oxusalar da ondan bir şey başa düşən deyil. Onlar o yaşlarıdır. Amma sizin boynunuzun vəzifəsidir ki, uşaqlarınızı öyrətsiniz ki, uşaqlarınız otağa daxil olanda icazə alsınlar. Ki, ana olar, ata olar, gələn əvvəlcə icazə alsınlar. Bu sizin vəzifənizdir. Niyə? Yarı üryan görsə həya pərdələri yavaş-yavaş dərilməyə və deşilməyə başlayacaq. Bu izahdan bizim üçün aydın olur ki, sübh namazı vaxtı niyə və işa namazı vaxtı niyə? Çünki Allah Teala nə dedi? Dedi, bu 3 vaxt sizin xəlvət vaxtınızdır. Sübh namaz vaxtı o budur ki, insan əzanı eşidir. Yatan insan kim görür ki, məsələn, bütün paltarda yatar. Adətən insan yarı üryan olar yatar da. Və yaxud da gecə vaxtı. Artıq işa namazını qıldı, düzdür, indi cəmaat biraz gec yatır. Amma hər halda yenə də yatan insan, işadan sonra yatan insan yenə də paltar. Kimsə görməmişdir ki, indiyəsə məsələn, kostyumla yatsın, paltonla yatsın. Hamı libasın təqribən yarı çıxardır və onunla yatır. Səbəb isə nədir? Səbəb isə budur ki, uşaqlar bu 3 vaxtda ki, siz qəti olaraq üryan haldasınız, yarı üryan haldasınız daha doğrusu, uşaqlar gəlib sizi bu halda görməsinlər. Bu halda sizi görməsinlər. Və ayə Allah Teala buna görə istəyir. Diqqət edin. Niyə görə? Bu surətdə sizi görsələr, olan həyalar yavaş-yavaş başlayacaq deşilməyə. Görün, hardan başlayır Allah Teala. Yəni, uşaq bir haldadır ki, ona namaz, oruc, heç bir şey Allah Teala əmr göndərməyib. Amma həya mövzusundakı uşağın həyası salamat qalsın. Allah Teala onun fitrətinə bunu qoyub, o dərilməsin, aradan getməsin. Allah Teala bu yaşda uşağa əmr edir. Uşaqlar gərək icazə alsınlar. İcazə alsınlar. Valideynlər siz öyrənin uşaqlar icazə alsınlar. Nə olar? Deyir, həya beşilər. Həya pərdələri aradan gedər. Yəni, gərək uşaqlarımıza biz öyrədək ki, bu 3 zaman vaxtı ki, istilə otağımıza daxil olun, gərək neynəsinlər? İcazə alsınlar. Həmən vaxtı adətən insanlar nə edirlər? Yarı paltarda olurlar. Bəli, bu ayədə, barəsində bəhs edilmiş ayədə əsas məhvər və mövzumuz nədir? İffət məsələsidir ki, həyanın bir şaxəsidir. Həyanın bir şaxəsi də iffətdə. Oradakı Allah Teala buyurur ki, nədir? Öz evinizdən başqa evlərə daxil olmayın, ta sizə icazə verilənə qədər. Yəni, ev əhli ilə ünsiyyət qurun, onlar agah olsunlar, gələn var, onlara salam verin, sizin cavabınızı qaytarın, sizə icazə verin, onunuzə daxil olun evlərə. Və illa evlərə daxil olun. Hətta deyir, Peyğəmbər salamətullah belə evə daxil olanda, hətta bir qızı ki, gözünün ağı qarası idi, Həzrət Fatimə salamullah aleyhi idi, ora daxil olanda ondan icazə alırdı. Bu, nəyə görə də icazə? Bu tərəfdən də icazə buna da görədir ki, mümkün də otaqda ata, ana, valideyn. Bir cür olar ki, yəni, üçüncü şəxsin orada daxil olmasa hazırlıqları olmasın. Hazırlıqsız formada. İstəyir öz evin olsun, istəyir öz uşağın olsun, istəyir başqasının uşağı olsun və başqa şəxs olsun. Otağa daxil olanda gördüyü mənzərə onlara yaxşı əsər qoymayacaq. Bəli, bəs bəhsimiz nə üzərində oldu? Bəhsimiz bu üzərində oldu ki, Allahın ayəsi üzərində elədir ki, Allah Teala bu incə məqamı özü işarə edib, bu 3 vaxtda uşaqlarınız otağa daxil olanda neynəsinlər? İcazə alsınlar. Niyə? Çünki gəlsələr, bu 3 vaxtda insan adətən xəlbətdə olar və yarı çılpaq olar, bədən istirdir və yaxud da yatmaq istəyir hər halda. Uşaqlarınız hətta sizi bu halda belə görməsinlər. Görsələr nə olur? Həya pərdələri oradan başlayacaq. Gözlər adət verəcək və digər problemlər yaranacaq. Əlbəttə, bir dənə də bəhs var idi burada. Ona da işarə edeyim. Deməli, ondan da tamam bəhs, inşallah. Burada müəllif valideynlərə işarə edir. Çox gözəl də nöqtələri toxunur və buyurur ki, ey valideynlər, ey ata, ey ana. Olmaya ki, Allahın sizin uşağınıza verdiyi o fitrətindəki o həya pərdələrini aradan aparasınız. Bir vay olsun o valideynlərə ki, uşaqların, nabali uşaqların yarı çılpaq formada cəmiyyətin içərisindən çıxardır. İslam bizə nə deyir? İslam deyir ki, uşaqlarınız, yəni burada nə deyir? Yəni, hətta haqqınız yoxdur ki, uşaqlarınızı yarı çılpaq formada neynəyəsiniz? Cəmiyyətin içərisindən çıxardır. İslam bizə deyir ki, uşaq hətta evin içində valideynlərin yanına daxil olanda neynəsin? Valideynlərinə icazə alsınlar. Sonra buyurur ki, vay olsun o şəxsin halına ki, bu vəziyyətdə cəmiyyətin arasına çıxır. Yəni, uşaq, valideyn öz uşaqlarını tərbiyə edir, icazə alır, uşaq otağa girəndə, satılıyəndə. Amma cəmiyyətə çıxanda bir dəstə insanlar var ki, yarıçılpaqdır. Buyurur ki, vay olsun bu şəxslərin halına. Bunlar özlərini deyil, müsəlman sayılır. Bunlar özlərin həqiqətən Peyğəmbərin arxasız gedənlərdən sayılır. Fərqləmir, kişi, qadın fərqləmir. Bəzi insanlar bu cürdürlər. Qadın ki, daha çox kişidən bir həddə. Paltarda bir həddə gəlib ki, seçilmir ki, kişi hansıdır, qadın hansıdır. Ayə buyurur ki, uşaqlar gərək 3 vaxtda icazə alsınlar. Bunların həya pərdəsinin qorunması üçündür.
Həya pərdəsinin qorunması üçündür. Ki, əgər uşaqlar sizi bu vəziyyətdə görsələr, onların həyasızlığı oradan artıq başlayır. Vay olsun o şəxslərə ki, cəmiyyəti pozmaqla məşğuldur. Yəni, uşaq istəyir qəsd eləsin, qabaqda biz dedik ki, tərbiyə mövzusuna qəsd eləmək ehtiyac yoxdur. Mən qəsd elədim, eləmədim, bir iş görürəm, cəmaət mənə bu işlə görürsə, bu vəziyyətdə görürsə, artıq mən başqalarına nələrisə öyrədirəm. Vay olsun o şəxslər, halbuki ki, cəmiyyətdə yarı üryan, paltarsız çıxırlar, başqalarının uşaqları bunlara görə neyir? Həya pərdələri yırtılır və başqalarının pozulmasına səbəb olurlar ki, bunlar da qiyamət günü yəni yaxaları Allahın əlindədir. Ki, hətta mən bir hədisdə oxumuşdum, buyurur ki, qadın namazlarının, oruçlarının qəzasını tutub qılıb qutara bilər, amma hesabsız günlərinin qəzasını ödəyib qutara bilməz. Bəli, bu bəhs bura qədər inşallah tamamlayıram. Bundan sonraki bəhsdə də bu bəhsin ardıdır və rivayı formadadır. Hədis formasındadır ki, Həzrəti Peyğəmbər sallallahu niyə Həzrəti Zəhraya deyir ki, o mənim canımın bir hissəsidir. 3 dənə yerdə Həzrəti Zəhranın hekayətini gətirir. 3 mövzuda 3 fərqli yerdə ki, necə özünü qoruyurdu. Həya məsələsinə diqqətli. Bu qədər bəhs eləyər. İnşallah Allah Taala bizim bu günlərdə elədiyimiz və başqa günlərdə elədiyimiz əməllərimizi qəbul eləsin. İnşallah Ramazan ayının təqribən 3 sənəsi gedib, qalan günlərdə də həqiqi oruçlardan, oruç tutanlardan Allah Taala bizlərə tövfiq versin, ölənlərimizə rəhmət eləsin, qalanlarımıza can sağlığı versin, mehribançılığımızı artırsın, imanımızı artırsın və inşallah Taala hər yerdə düşmən var, hər yerdə zalim var, hər yerdə zülmkar var, hər yerdə başqalarının haqqına girən var. Əgər hidayət olmalıdırlarsa Allah Taala onları hidayət eləsin. Əgər hidayət olmalıdırlar, Allah özü bildiyi kimi eləsin onları. İnşallah gələn bəhsdə görüşənə qədər sizlərə Allaha tapşırırıq. Vəssalamu aleykum və rahmetullahi və barakatuhu.